yaxşı müştəri münasibətləri nədir? Türkiyədə oxuduğum müddətdə məhəlləmizin yanında bir fırın var idi. Hər sabah demək olar ki, mən oradan açma poğaça kimi un məmulatları var idi. Orada mütləq ki, onu alardım. Amma səhər çox tezdəndən gedirdim də, 6-da gedirdim. Bir işim vardı, onu həll edib sonra ora qayıdırdım. Karanlı kimi sübh açılmadan, heç kim görmədən uşaqlara xeyir vermək üçün gedirdim. Nəysə, ora qaydanda bir yarım saat gözləyirdim ki, çünki çox tez idi ki, o məhsullar bişsin, mən onları isti alıb götürüm. Bir müddət sonra gördüm ki, bəs mən artıq gözləmədən, eyni vaxt olsa da mən istədiklərimi alıb gedirəm. Yəni sanki usta bunu tez bişirir. Bilmədim niyə bu belə olub. Oradan qaydanda oradakı fırın sahibinə vidalaşanda mənə dedi ki, Elvin yadındadır, əvvəl gəlib gözləyirdin, sonra bir müddət sonra gözləmədin. Yəni səni gözlətmədən biz elə bir yola salırdıq. Mən sənin hər sabah hamıdan tez gəldiyini görürdün. Bəs istəmirdim sən orada gözləyəsən. Yəni müştəri olaraq istəmirmiş məni gözlətsin. Və ustaya deyirdim ki, usta, bu məmulatları, məhsulları fırına tez ver yarım saat. Usta da mənim yaxamdan yapışır ki, bəy adam, bu səhərin sübhündə bu tezdən kimdir bura gələn? O da dedi ki, mən bilirəm, sən ver fırına, gələcək indi o, məni deyir. Bunu vidalaşdıqda, yəni oradan qayıtdıqdan sonra öz təsiratlarında mənimlə bölüşür ki, bəs sırf səni məmnun etmək üçün mən işə biraz tez başlayırdım. Baxın, bunu alın, bu misalı. Düzdür, hər bir yerdə yox, amma çox yerdə alın, eynisini tətbiq edin. Və sonra baxın, görün ki, müştəriləriniz sizə həqiqətən də loyaldır, bağlıdır yoxsa yox.